Bismillahirrahmanirrahim. Selamun aleyküm və rəhmətullah. Bugün mən sizə cinlərin insanlara müsəllət olması barəsində danışacağım. Bildiyimiz kimi Quran-ı Kərimə nəzər saldıqda görürük ki, Allah Taala bizim üçün buyurmuşdur. Cinlər sizləri görür, sizlər isə cinləri görmürsünüz. Ona görə də adlı formada cinlərlə bizim aramızda pərdə var. Biz onları görmürük, onlar isə bizi görürlər. Amma müxtəlif yollar vasitəsilə bu cinlər insanlara müsəllət olurlar. İnsanlara müsəllət olmasının ən başlıca səbəblərindən biri cadudur. Əgər bir şəxsə cadu olunsa, cadugarın etdiyi o cadu nəticəsində müxtəlif növ kafir cinlər müvəkkil olaraq həmin o şəxsə, yəni cadu olunan şəxsə əziyyət eləyib ona müsəllət olmağa çalışırlar. Səbəblərdən biri də intiqam almaq vasitəsiyləndir. Yəni insan istər bilərəkdən, istər bilməyərəkdən cinlərə zərər toxundurduğu üçün onlar o şəxsdən intiqam almaq istəyirlər. Onun da məsələn biri insanın bismillah demədən isti suyu tökməsidir və yaxud da başqa yollarla cinlərə əziyyət verməsidir. Bu cür olduğu təqdirdə cinlər sonradan həmin o şəxsin özündən, ailəsindən və ya yaxınlarından intiqam almaq üçün gəlirlər. Səbəblərindən biri də məkanlar və yerlərdir. Bəzi məkanlar və yerlər var ki, gərək insanlar oradan keçdiyi zaman zikr oxusunlar, bismillah desinlər və digər zikirləri oxusunlar ki, orada olan o cinlər qaçsınlar. Məsələn, cinlər çox vaxt xarabalıqlarda, dənizlərdə və çayların kənarlarında yaşayırlar. Oradan keçdiyimiz zaman zikr etmək lazımdır. Digər səbəbindən biri isə insanların daim cunub, yəni cənabətdə olmasıdır. Əgər bir şəxs daim cənabətdə halda olsa, kafir cinlər o şəxsə əziyyət edib ona müsəllət olmağa çalışacaqlar. Digər səbəblərindən biri isə insanın heyvanlarla cinsi əlaqəyə girməsidir. Əgər bir insan heyvanlarla cinsi əlaqəyə girərsə, kafir cinlər ona müsəllət olmağa çalışacaqlar. Digər səbəblərindən biri isə insanın qan içməsi və ya başqa bir nəcis şeylərdən istifadə edib yeməsidir. Yəni, əgər bir insan qan içərsə və başqa bir nəcis şeyləri yeyərsə, kafir cinlər o şəxsə əziyyət eləməyə və müsəllət olmağa çalışırlar. Digər səbəblərindən biri isə cinlərin insanlara aşiq olmasıdır. Hədislərin birində Həzrəti Əli əleyhissalam buyurur ki, elə ki bir şəxs istər qadın, istər kişi olsun, üzr istəyirəm. Əgər lüt bir formada olsa və daim çoxlu bir formada lüt halda qalsa, o kafir cinlər ona aşiq olmağa çalışacaq və ona müsəllət olmağa çalışacaqlar. Aşiq olduqları zaman isə ona sahiblənib, ona əziyyət eləməyə çalışacaqlar. İstər qadın olsun, istər kişi. Əgər o kafir cinlər kişi cinsindən olsa, bir qadın əgər lüt formada çox olsa, o kişi cinsindən olan o cin ona aşiq olmağa çalışacaq və müsəllət olmağa, əziyyət eləməyə çalışacaq. Əgər o cin qadın cinsindən olsa, kişi lüt bir formada gəzsə və lüt bir formada çox halda olsa, həmin o qadın cinsindən olan cin o kişiyə aşiq olub müsəllət olmağa və sahiblənməyə çalışacaq. Ona görə də şəriətimizdə və digər yerlərdə buyurulur ki, hamamda üzr istəyirəm çimən zaman istər qadın, istər kişi alt paltarından istifadə eləsin. Səbəblərindən biri budur. Digər səbəblərindən biri isə eş-işrət məclisində çox iştirak eləməkdir. Görürsünüz, bəzi insanlar bəzi məkanlarda və bəzi evlərdə çoxlu musiqi, haram işlər və eş-işrət məclisləri qurulduğu üçün kafir cinlər o şəxslərə və o şəxslərə müsəllət olmağa çalışırlar və o evdə çoxlu məskən qurub o şəxslərə əziyyət eləməyə çalışırlar.